Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Maşdağa Ləhəc bağlarında, İnsaf Marketin yaxınlığında və marşrut yoluna çox yaxın məsafədə 12 sot torpaq sahəsində yerdən kürsüdə tikilmiş 130 kvadratlıq 3 otaqlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa, video olmasa sonuna qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Az öncə də qeyd elədiyim kimi 12 sot torpaq sahəsidir. Evin heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan və arxa tərəfindən də çox geniş məsafəsi saxlanılaraq tikilib. Ev tamamilə şəxsi tikilidir. Evimizin sənədi 2005-in bələdiyyə sənədidir. Həyətində kombi otağı, əlavə həyət üçün nəzərdə tutulan sanitar qovşağı var. Aksesuarlarına qədər hamısı alınıb. İndi isə keçək evin daxilinə. Evin padvalına da girişi var, çardağına da girişi var. Padvala girişi evin həyətindədir. Çardağa giriş isə evimizin dəhlizində yerləşir. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Bura evimizin dəhliz hissəsidir. Dəhlizə daxil olduqda sağda gəlir mətbəxi. Mətbəx mebeli var. Hamam sanitar qovşağın aksesuarları var. Kombisinin radiatorları, aparatları da hamısı qoyulub. Mətbəx, dəhliz və hamam sanitar qovşağımız istipoldan ibarətdir. Çox təcili satılır. Evimizin qiyməti isə 108.000 manat deyilir. Real alıcılara da qiymətli indirim evin sahibi tərəfindən olunacaq inşallah. Otaqlarımızın hər biri də genişdir. 130 kvadrat ümumilikdə. Bu da evin arxa tərəfidir. Bu da sonuncu yataq otağı. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın.